Vergi məcəlləsində növbəti dəyişikliklər paketi artıq Milli Məclisin müzakirəsindədir. Bölgə TV xəbər verir ki, bu dəfə təqdim olunan paketdə benzin, dizel və maye qaz üzrə yol vergilərinin artırılması müzakirə mövzusudur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasətinin Baş İdarəsinin rəisi Nicat İmanov APAya açıqlamasında bildirib ki, benzin, dizel və maye qaz üzrə yol vergilərinin artırılmasına gəldikdə deyə bilərəm ki, mövcud tənzimləməyə əsasən yanacağa görə müəyyən edilmiş 0,02 manat məbləğində icbari tibbi sığorta haqqı icbari tibbi sığorta fonduna ödənilir. Qanunvericiliyə təklif edilən dəyişikliklə həmin məbləğin fonda təqdim edilən hissəsinin ləğv edilməsi və yol vergisinin dərəcəsinə əlavə edilməklə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur. Yəni qanunvericiliyin təklif olunan dəyişikliklə hazırda benzindən, dizeldən və maye qazdan toplanan 0,02 manatlıq ödənişin icbari tibbi sığorta fonduna göndərilməsi dayandırılacaq. Əvəzində həmin məbləğ yol vergisinə əlavə edilərək dövlət büdcəsinə yönləndiriləcək. Bu dəyişiklik benzinin və digər yanacaqların qiymətinə birbaşa təsir göstərməyəcək. Sadəcə yığılan vəsaitin büdcədə paylanma qaydası dəyişəcək. Dilbər Vüqar qızı, Bölgə TV.